Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Mən Ağabəyli Saməddin. Bugün sizə MİQ və sertifikasiya ibtidai imtahanda qarşınıza çıxması ehtimal olunan bir sual haqqında danışacağıq. Bu sualı bundan əvvəlki canlı dərsimizdə kanalımızda izah eləmişdik. Sadəcə təsəvvür sualı olduğuna görə bəzi müdavimlərə çətin gəlmişdi. Əvvəlcə siz də videonu saxlayıb özünüz həll etməyə çalışın və doğru cavab ala bilməsəz və bu arada deyim ki, doğru cavabımız C variantıdır. Ala bilməsəz bu izaha baxın və bu izahda mütləq şəkildə sizə faydalı olmuş olacaq. Videomuzu bəyənin, paylaşın ki, bu videolardan daha çox insan faydalanmış olsun. Bəli, belə bir sual verir bizə. Deyir ki, eni 9 sm, uzunluğu 14 sm, hündürlüyü 10 sm olan kuboid formalı fiqurdan tili 2 sm olan deməli kub formalı fiqur kəsib götürdülər. Bax, şəkil budur. Bütöv kuboiddən bir dənə kubu kəsib götürdülər. Yerdə qalan fiqurun səthinin sahəsi nə qədərdir? Yəni neçə kvadrat santimetrdir? Fes Akadem əmrlan oxumamalıyım. Deməli, biz nə edirik? Əvvəlcə bütöv fiqurun səthinin sahəsini tapırıq. Bütöv fiqur kuboiddir. Kuboidin səthinin sahəsi də bilirsiniz də hansı düsturla hesablanır? 2 vurulsun A vur B, üstəgəl A vur C, üstəgəl B vur C. Yəni kuboidin eni var, eni 9'dur, qeyd olunub. Yəni burada 9'dur. Uzunluğu var, kuboidin 14'dür. Bir də hündürlüyü var, 10'dur. A, B, C. Yəni 2 vurulsun 9 vur 14, 9 vur 14, üstəgəl 9 vur 10, üstəgəl 10 vur 14. Yəni yerlərinin hansının 14, hansının 10, hansının 9 olmağının önəmi yoxdur. 9 vur 14, 9 vur 10, 10 vur 14. Bərabərdir. İndi bunu hesablayaq. Yəni kalkulatorumuzdan hesablayaq. Temudan aldığım kalkulator göstərim sizə. Deməli, 9 vurulsun 14, 9'u vururuq 14'ə bərabərdir 126. Bura elədi 126. 9'u 10'a vuranda 90. Bu da eləyir 140. İndi bunların hamısını toplayıb 2'yə vuracağım. Toplayaq. Axırda sizə bunu nəzəri yolla da göstərəcəm. Praktik üsulla. Burada sizin üçün bir dənə hədiyyəm var. Hələ ki göstərmirəm. Sürpriz olsun. Ekskluziv olaraq. 126 üstəgəlinsin. Hanı üstəgəlinsin? 126 üstəgəl 90. Üstəgəl 140. Alınan cavabı da 2'yə vuracağım. Vur 2. Elədi 712. Deməli bizim kuboidimizin tam səthinin sahəsi 712'dir. Bura qədər onsuz da heç kəsdə problem olmur adətən. Problem bundan sonra başlayır. Nədir problemimiz? Biz kuboid formalı bu fiquru çıxaranda səthinin sahəsində nə baş verir? Baxın, bunun bu çıxartdığımız kuboidin, yəni kubun daha doğrusu yuxarı səthi yoxa çıxır. Amma o səth aşağıda peyda olur. İndi bunu onsuz da sözlə izah eləmişəm canlıda. Başa düşməyiblər deyə indi şəkil və yaxud da başqa bir hissələrdən istifadə edəcəyik. Sizin üçün tam belə bir kubik rubik almışdım. Və bu bizim tam şəkildəki fiqurumuzdur düşünün. Bunun eni 9'dur. Bax, en buradır. Eni 9. Uzunluğu qırıldı burası. Uzunluğu 14'dür. Bir də hündürlüyü 10'dur. Görə bilirsiniz. Biz bunun səthinin sahəsini hesablayanda bu tərəfin sahəsini hesablayırıq. Yəni bu 9 vur 10. Baxın, 9 vur 10 bu tərəfdir. Və bundan 2 dənə olduğuna görə bu bir üzdə də var da, eyni də axı. Ona görə cavabı axırda 2'yə vururuq. Məsələn, sonra 14 vurulsun 10. Görə bilirsiniz? 14 vurulsun 10. Və yaxud da alt hissə 14 vurulsun 9. 14 vurulsun 9. Yəni səthin sahəsini tapma haqqında kanalda bir dənə videomuz var, ona baxın. İndi mən səthin sahəsini tapdım. Bunun səthin, yəni bunu rəngləmək lazımdır, elə bilin ki. Bunu rəngləmək istəyirəm, amma buradan bir dənə kub formalı fiquru çıxaracağım. Gəlin çıxaraq, ya Allah görə çıxara bilirik. Bax, mən bunu çıxarandan sonra rəngləməliyəm. İndi məntiqlə düşün, başqa işlət. Sən bunun üst hissəsi var ha. Bax, bunu buradan çıxaranda fiqurun üst hissəsindən bu hissə götürülür. Düzdür? Bax, bu hissə götürülür. Amma həmin o üst hissə burada var da onsuz da. Yəni sən bunu çıxarsan belə, bax buradan bunu çıxarsan belə, bax çıxarsan. Yəni rəngləmək istəyəndə bunu yox, bunu rəngləyəcəksən. Yəni yenə sənin buraya boyan gedəcək. Başa düşürsən? Ona görə deyirəm ki, sən bu fiquru buradan çıxaranda bunun üst hissəsi aşağıda qalır. Yəni sən səth olaraq, səth nə deməkdir? Elə bir şey rəng, boya istifadə edirik. Sən bunu götürəndən sonra deyə bilərsən, mənim bu qədər boyam
özümdə qalacaq. Xeyr, o boyanı bura vuracaqsan. Yenə o boya gedir də başa düşürsən. Yəni bunun səthi paralel olaraq burada var. Ona görə sən bunu götürsən belə üstdəki səth itmir. Hələ də burada qalır. Yəni ona görə nəyisə çıxmağa ehtiyac yoxdur. Yəni birinci yuxarı səthi burada qaldığına görə çıxmayacaq. Bəs ay müəllim bu tərəfdəki səth, axı mən bunu buradan qoparanda bunun bu tərəfindəki səthi götürmüş oluram axı. Bunun bu tərəfindəki səthi götürmüş olsam belə həmin səth içəri tərəfdə, fiqurun içəri tərəfində var. Yəni sən bu fiqurun, bax bu hissəsini kəsib götürəndə yuxarı səth burada aşağıda peyda olur, yəni itmir. Sən tərəfdə olan, üzbəüz olan səth içəri tərəfdə yaranmış olur. Şəkildə də göstərək. Baxın, şəkildə daha aydın görünür. Yuxarıda olan bax bu səth aşağıda peyda olur. Sən tərəfdə olan bu səthdə içəri tərəfdə peyda olur. Şəkildə də göstərdim. Yuxarı üzümüz burada qalır. Mən tərəfdə olan üz burada qalır. Yəni biz burada bu iki üzün götürüldüyünü düşünürük. O iki üz götürülsə belə səthdə bir fərq yaranmır. Yəni həcmdə fərq yaranır. Bəli, həcm azalır. Həcm bunun içindəki su tutumudur. Bəli, azalacaq, bu qədər həcm azalacaq. Amma səth azalmır. Əksinə səthimiz artır. Nə? Artır. Nətər yəni artır? Baxın, sən bu fiquru buradan götürəndən sonra artıq bunun iç üzləri də sol tərəfi və sağ tərəfi də görünməyə başlayır. Bu da səth sayılır da. Yəni səth nədir? Hava dəyən hər yer səth sayılır. Bunu belə loru dildə belə başa düşün. Hara ki hava dəyir, bura hava dəyir, burada hava dəyir. Bu hissə və bu hissəni onsuz da fiqurun üst və yan hissəsi olduğuna görə hesablamışdım. Yəni bura və bura itməyib. Buradan götürsən belə burada qalır. Amma yeni fiqurun səthləri yaranıb. Yəni bu fiquru mən boyamaq üçün artıq mənə əlavə boya lazımdır. Niyə? Çünki səhərdən mən bunu belə boyayanda, baxın diqqətlə, üst hissəsi və qabaq hissəsi var idi. Yenə o üst hissə və qabaq hissə burada var. Amma indi mən bunu götürəndən sonra yeni 2 dənə üz yarandı. Axı bu üzlər də rənglənməlidir. Başa düşürsünüz? Yəni niyə rənglənmə deyirəm? Məntiqin başa düşəsidir. Deməli biz bunu götürəndən sonra bunun səthinin sahəsi artdı. Başa düşürsən? Yəni bunun sol tərəfində və sağ tərəfində yeni üzlər yarandı. Bu da bizim səthimizi artırır. Gəlin baxa görə o üzlər nədir? Bax, görürsüz? Bir buradır, bir də buradır. Tərəfi 2 olan kvadratlardır. Baxa bilərsiniz. Yəni fiqur burada yandan çəkilibdir, sizə belə deformasiya görünür, amma əsl həyatda həqiqətən də bunun tərəfləri nədir? Kvadrat formasındadır. Yəni şəkildə deyibsə odur da kub formalı, tərəfi 2 olan, tili 2 olan kub formalı nələrdir? Fiquru çıxarıblar. Deməli bunun tərəfi 2-nin 2-yə 4-dür, sahəsi 2 vur 2 4. Bu tərəfi də 2 vur 2 nədir? 4-dür. Deməli oldu nə? 712 üstəgəl 4 üstəgəl 4. Yəni əlavə 2 dənə nə yaranıb? Üz yaranıb. Bu da eləyir 720-yə bərabər. Belə bir həyatdan misal çəkim. Bir var, məsələn, salat bişirmək istəyirsiniz, paytaxt salatı. Siz kartofu bütöv şəkildə suya atıb qaynada bilərsiniz və yaxud da bəziləri daha ağıllı davranır. Bilməyənlər varsa bu tarifi də öyrənmiş olun. Deməli, kartofu balaca doğrayıb qaynatsaz, düzdür, bəziləri deyir dadı gedir falan, amma dadı əgər sizin üçün fərq eləmirsə, kartofu doğrayıb qaynatsaz daha tez pişmiş olacaq. Çünki bir var bütöv fiqurun nə dadı? Bütöv fiqurun sahəsi, səthinin sahəsi sudaya. Bir də var siz onu xırdalayanda nə qədər çox xırdalasaz, o qədər onun səthinin sahəsi artır. Yəni kartofda bir dənə bütöv sfera səth var, amma onu xırda doğrayanda nə baş verir? Onun səthinin sahəsi çoxalır. Çünki içində o görünməyən hissələr də artıq çöldə qalmış olur və onlara da tez su dəyir və o daha tez qaynamağa başlayır. Sonra duz tökürsüz, basıb yeyirsiniz. Deməli biz bildik ki, fiqurumuzun, deməli bu şəkildə fiqur buradan qoparanda, çıxaranda onun səthinin sahəsi arta bilirmiş. Yəni ən ideal üsul bu formadadır. Və bir daha göstərin bu hissəsini başa düşməyənlər üçün. Fiqurumuz belə idi. Sən bunu rəngləyəndə ancaq bu xanadan söhbət edir. Ancaq burasını və burasını rəngləyəcəkdin. Düzdür? İndi hamısını rəngləyəndə bu dişdən söhbət edir. Bu dişin ancaq bu tərəfi və bu tərəfi rənglənəcəkdi. Amma sən bu dişi çıxarandan sonra nə baş verir? Artıq yenə bunun üst hissəsinə gedən boya bura gedir.
sən tərəfdə olan boya bura gedir. Yeni sol və sağ tərəfdə boyalar əmələ gəlir. Yerlər əmələ gəlir. Oralarda boyamalısan. Ona görə sol və sağ tərəfə də əlavə olaraq sahə kimi, səthinin sahəsini baxırıq. Yenə buradan təbii ki, fiqurlar çıxarsa, bunun səthinin sahəsi arta bilər. Yəni imtahanda da bu şəkildə sual qarşınıza çıxanda nə etməlisiniz? Biraz başımızı işlətməliyik və sualı bu formada məntiqlə düşünüb ki, hə müəllim, bunun üst hissəsi paralel olaraq aşağıda qalır, yəni o itmir. Bizim tərəfdə olan hissəsi, gəlin təzə vərəqdə göstərək. Hop, fox, deməli. Bunun üst hissəsi olan bu sahə aşağı hissədə qalır, itmir. Sol tərəfində olan sahə yeni yaranır, sağ tərəfində olan sahə yeni yaranır. Bizim tərəfdə olan, yəni şəkildə bizim tərəfdə, bizim üzdə olan hissə isə içəri üzdə yeni əmələ gəlir. Yəni o sahələr itmir, sadəcə nə olur? Yerini dəyişmiş olur. Belə əjdahalarımız, əgər siz bizim dərslərimizdən yararlanırsınızsa, bizim ödənişsiz WhatsApp kanalımıza və yaxud da ödənişsiz sınaqlarımıza və yaxud da ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, 055 527 25 99 WhatsApp nömrəsinə yazaraq siz də dərslərimizə qoşula bilərsiniz. Həmçinin mig_face Instagram hesabı, Ağabəyli Saməddin Instagram hesabına keçid eləyərək də bizim yüksək nəticələrimizlə oradan tanış ola bilərsiniz. Bu videolar üçün daha çox əziyyət tələb olunur. Xahişim də odur ki, videomuzu bəyənin, videonun rəy bölməsinə öz ürək sözlərinizi yazmağı unutmayın. Sağ olun, növbəti dərsdə görüşərik. Hələlik.